Salam əziz şagirdlər. Bu gün mən sizə Güvən nəşrlərinin 6-cı sinif test toplusundan mürəkkəb ədədin sadə vurğulara ayrılışı mövzusundakı testlərin izahını verəcəm. İlk öncə qaydanı yadımıza salaq. Mürəkkəb ədədin sadə vurğuların hasili şəklində göstərilməsinə mürəkkəb ədədin sadə vurğulara ayrılışı deyilir. Yəni bizə bir ədəd verilsə, desək ki, bu mürəkkəb ədədi sadə vurğulara ayır, deməli biz həmin ədədi sadə vurğulara bölməliyik hökmən. İndi birinci suala baxaq. 180 ədədinin bölünmə sxemlərindən hansı səhvdir? Deməli, biz burada variantlara baxsaq, görərik ki, digər variantlar, məsələn, B, C, D hamısı doğrudur. A variantı yanlış olacaq. Çünki burada 180 ədədini mürəkkəb ədədin hasili şəklində göstərib. Yəni, 6 mürəkkəbdir, 30 da mürəkkəbdir. Ancaq burada sadə ədədlər olmalı idi. Ona görə doğru cavab A variantıdır. Yəni, bu səhvdir. Baxaq ikinci suala. 40 ədədinin sadə vurğularına ayrılmış şəkli aşağıdakılardan hansıdır? Gəlin, ilk öncə biz 40-ı sadə vurğulara ayıraq. 40-ı 2-yə bölərik, düşər 20, 20-ni 2-yə bölərik 10, 10-u 2-yə bölərik 5, 5-i də 5-ə bölərik 1. Deməli, 40-ı sadə vurğulara ayırsaq olacaq 2 vur, 2 vur, 2 vurulsun 5. Buradan variantlardan baxaq, görək hansı variantdadır doğru cavab. 3 dənə 2, 1 dənə 5-in hasili. Doğru cavab A variantı olacaq. Baxaq üçüncü suala. 20, 34, 90, 96 ədədlərinin sadə vurğulara ayrılmış şəkli aşağıdakı bəndlərin hansında yanlış verilmişdir? Biz bu 4 dənə ədədin hər birini sadə vurğulara ayıraq. 20-ni 2-yə bölərik 10, 10-u 2-yə bölərik 5, 5-i də 5-ə bölürük 1. 20 olacaq 2 vur, 2 vur 5. Daha sonra 34-ü sadə vurğulara ayıraq. 2-yə bölərik 17, 17-ni 17-yə bölərik 1. 34 bərabər olacaq 2 vurulsun 17-yə. Daha sonra 90-ı sadə vurğulara ayıraq. 90-ı bölək. 2-yə bölərik 45, 3-ə bölərik 15, 3-ə bölərik 5, 5-i də 5-ə bölürük 1. 90 bərabər olacaq 2 vur, 3 vur, 3 vur 5. 96-nı da sadə vurğulara ayıraq. 2-yə bölərik 48, 2-yə bölərik 24, 2-yə bölərik 12, 12-ni 2-yə bölərik 6, 6-nı 2-yə bölərik 3, 3-ü də 3-ə bölərik 1. Bizdə deyir ki, bu yəni sadə vurğulara ayrılması hansı bənddə yanlış verilmişdir? 20-yə baxsaq 2 vur 2 vur 5 bu doğrudur. 34 2 vur 17 bu da doğrudur. 90-ı yazıb 2 vur 3 vur 3 vur 5 bu da doğrudur. 96-nı yazıb 2 vur 2 vur 3 vur 8. Yəni burada 8 mürəkkəb ədəddir, ola bilməz. Burada hamısı sadə vurğular olmalıdır. Doğru cavab D variantıdır. Baxaq 24-ə. Dördüncü testdə deyir ki, 28 ədədinin müxtəlif sadə vurğuları aşağıdakılardan hansıdır? Müxtəlif sadə vurğular dediyinə görə variantlara baxsa burada 4 verilib. 4 sadə ədəd deyil, mürəkkəbdir. C variantında 4 verilib. Bu da mürəkkəbdir. D variantında 4, 14 verilib. Bu da mürəkkəbdir. Doğru cavab B variantıdır. Baxaq 5-ci suala. 60 ədədinin ən böyük sadə vurğu neçədir? 60-ı sadə vurğularına ayıraq. 2-yə bölərik 30, 2-yə bölərik 15, 3-ə bölərik 5, 5-i də 5-ə bölürük 1. Deməli, ən böyük sadə vurğu olacaq 5. Baxaq 6-ya. 48 ədədinin müxtəlif sadə vurğularının hasilini tapın. Bunun üçün biz 48-i sadə vurğulara ayırmalıyıq. Sadə vurğulara ayıraq əvvəlcə. 2-yə bölərik 24, 2-yə bölərik 12, 12-ni 2-yə bölərik 6, 2-yə bölürük 3, 3-ü də 3-ə bölürük 1. İndi yadımızda salaq, əgər bizə desəydi ki, 48 ədədinin sadə vurğularının sayını tapın, onda burada bütün vurğuları götürəcəkdik. Yəni 5 dənə sadə vurğu var. Müxtəlif sadə vurğuların sayını tap desəydi, təkrarlananlardan bir dənə götürəcəkdik. Yəni 1 dənə 2, 1 dənə 3 götürürük. Yəni 48 ədədinin 2 dənə müxtəlif sadə vurğu var. Biri 2-dir, digəri 3-dür. Bizdə bu müxtəlif sadə vurğuların hasilini soruşur. 2-ni 3-ə vururuq, olacaq 6. Doğru cavab D variantı. 7-yə baxaq, cədvəldə hansı ədədin sadə vurğuları və onların sayı verilmişdir? Deməli, sadə vurğular verib. 2, 3, 5 sayını da verib. Deməli, 2-dən 3 dənədir. Olacaq 2 üstü 3. Vurulsun 3-dən 1 dənədir. Olacaq 3 üstü 1. Vurulsun 5-dən 1 dənədir. Olur 5 üstü 1. Bunu hesablasaq. 2 üstü 3 olur 8. 8-i vururuq 3-ə. Vururuq 5-ə. 8-i 3-ə vursaq 24. 24-ü də 5-ə vursaq olacaq 120. Deməli, cədvəldə 120 ədədinin sadə vurğuları verilmişdir. 8-ə baxaq. 165 ədədinin neçə sadə böləni var? Bunun üçün 165 ədədini sadə vurğulara ayırmalıyıq. 3-ə bölürük əvvəlcə. Düşəcək 55. 55-i 5-ə bölürük 11. 11 sadə olduğuna görə 11-ə bölürük. Buraya düşür 1. İndi
165 ədədinin sadə böləni soruşur, sayını soruşur. Yadınızda saxlayın ki, sadə bölənlə müxtəlif sadə vuruq anlayışı eynidir. Yəni, indi məsələn, bizdə təkrarlanan sadə vuruq yoxdur. Ona görə sadə bölənləri olacaq 3, 5, bir də 11. Sayı 3 dənədir. Doğru cavab C variantıdır. Məsələn, olsaydı belə, ədədi sadə vuruqlara ayırıb, məsələn, orada görərdiniz ki, 2, 2, 3, 3 və yaxud 5. Baxın, belə bir sadə vuruqlar verilib. Deyir ki, bu ədədin sadə bölənlərinin sayını tapın. Artıq sadə bölənlərin sayı müxtəlif sadə vuruqlarla eynidir. Yəni, təkrarlananlardan bir dənə götürəcəksiniz. Bir dənə 2, bir dənə 3, bir dənə də 5 götürürsünüz. Yəni, baxın, bunlar sadə bölənlərdir. Baxaq 9-a. Deyir ki, 2 üstü 7 ədədinin natural bölənlərinin sayını tapın. Qaydanı yadımıza salaq. Tutaq ki, A ədədi mürəkkəb ədəddir. Bunu sadə vuruqlara ayırmışıq. Bu şəkildədir. Tutaq ki, sadə vuruqlara ayrılır. A üstü K vurulsun B üstü N. Burada A və B sadə vuruqlardır. Yazaq sadə vuruqlar. Deməli, A ədədinin natural bölənlərinin sayı, baxın, bu düsturla hesablanır. Hər qüvvətin üzərinə 1 gəlib hasilini tapırsınız. Olacaq K üstə gəl 1 vurulsun N üstə gəl 1. Bu bizim düsturumuz. İndi bizdə 2 üstü 7 ədədinin natural bölənlərinin sayını soruşur. Baxın, 2 üstü 7. Yəni, bu ədədini, yəni A ədədini sadə vuruqlara ayırıblar. Qüvvət üstü şəklində yazıblar, olub 2 üstü 7. İndi biz natural bölənlərin sayını tapmaq üçün hər qüvvətin üzərinə 1 gəlmək. İndi burada bir dənə qüvvət olduğuna görə 7-nin üzərinə 1 gəlirik. Olacaq 8. Demək, 2 üstü 7 ədədinin 8 dənə natural böləni var. Baxaq 10-cu məsələ. Deyir ki, 140 ədədinin natural bölənlərinin sayını tapın. Biz əvvəlki düstura əsasən 140 ədədini sadə vuruqlara ayırmalıyıq. 2-yə bölürük 70, 2-yə bölürük 35, 35-i 5-ə bölürük 7, 7-ni də 7-yə bölürük 1. Daha sonra bu 140 ədədini bu sadə vuruqların qüvvəti şəklində yazaq. 2-dən 2 dənədir, olacaq 2 üstü 2, vurulsun 5-dən 1 dənədir, olacaq 5 üstü 1, 7-dən də 1 dənədir, olacaq 7 üstü 1. Baxın, bu şəkildə yazdıq. Bundan sonra natural bölənlərin sayını tapanda hər qüvvətin, baxın, hər qüvvətin üzərinə 1 gəlib hasilini tapırsınız. Olacaq 2 üstə gəl 1, vurulsun 1 üstə gəl 1, vurulsun 1 üstə gəl 1. Bunu hesablayaq. 2 ilə 1-i toplayır. 3 vur, 2 vur, 2. Olacaq 12. Demək, 140 ədədinin 12 dənə natural böləni var. Baxaq növbəti test B-yə. Deyir, 120 ədədinin bölünmə sxemlərindən hansı səhvdir? Baxın, bütöv sualı göstərin belə. Yəni, burada bu variantlara baxsaq, görərik ki, A variantı doğru deyil. Yəni, 120 ədədinin bölünmə əlamətlərində bu sadə vuruqların hasil şəklində göstərilməlidir. Baxın, B-də, C-də, D-də hər biri sadədir, amma A variantında 120-ni 4 vur 30 kimi yazıb. Yəni, 4 mürəkkəbdir, 30 da mürəkkəbdir. Bizdə sadə vuruqların hasil şəklində göstərilməlidir. Ona görə A variantı səhvdir. Baxaq ikinci suala. Deyir, 90 ədədinin sadə vuruqlara ayrılışı aşağıdakılardan hansıdır? Demək, sadə vuruqlara ayrılışı deyirsə, oradakı vuruqların hər biri sadə ədəd olmalıdır. Baxaq, A variantında 2 ilə 3 sadədir, 15 mürəkkəbdir, ola bilməz. C variantına baxsaq, 3 ilə 5 sadədir, 6 mürəkkəbdir, bu da doğru deyil. D variantına baxsaq, 18 mürəkkəbdir, 5 sadədir, ola bilməz. Hər biri sadə vuruq olmalıdır. Amma B variantı doğrudur, hər biri sadədir. Baxaq 3-cü suala. 35, 60, 80, 92 ədədlərinin sadə vuruqlara ayrılması şəkli aşağıdakı bəndlərin hansında yanlış verilmişdir? Baxaq, A variantında baxırıq ki, hər biri sadədir. 7-ni 5-ə vuranda 35. Bu doğrudur. B variantına baxaq, hər biri sadədir. İndi yoxlayaq görə hasili 60 edirmi? 2-ni 2-yə vuruq 4, 4-ü 3-ə vuruq 12, 12-ni 5-ə vuruq 60. Bu da doğrudur. C variantında hər biri sadədir. Vuraq görə 80 edirmi? 2-ni 2-yə vuruq 4, 4-ü 2-yə 8, 8-i 5-ə vururuq 40 olur. Deməli, bu səhvdir. Doğru cavab C variantıdır. 4-ə baxaq, 60 ədədinin müxtəlif sadə vuruqlarının sayını tapın. Bunun üçün biz 60-ı sadə vuruqlara ayırmalıyıq. 2-yə bölürük 30, 2-yə bölürük 15, 3-ə bölürük 5, 5-i də 5-ə bölürük 1. Dedik ki, müxtəlif sadə vuruqlarla sadə bölənlərin sayı eynidir. Yəni, müxtəlif sadə vuruqları tapanda təkrarlananlardan bir dənə götürürük. 2-dən 2 dənədir, ancaq biz bir dənə 2 götürürük, bir dənə 3, bir dənə də 5 götürürük. Demək, müxtəlif sadə vuruqları 2, 3, 5-dir, sayı da olacaq 3. Doğru cavab B variantı. Deyir, 72 ədədinin sadə vuruqlarının sayını tapın. 72-ni sadə vuruqlara ayıraq. 2-yə bölürük 36, 2-yə bölürük 18, 2-yə bölürük 9, 3-ə bölürük 3, 3-ü də 3-ə bölürük 1. Sadə vuruqların sayını tapın deyəndə, baxın, buradakı bu sadə vuruqların hər birini götürürük. Saysaq, bunların sayını soruşur. 1, 2, 3, 4, 5 dənə sadə vuruq var. Doğru cavab C variantıdır. 6-da deyir ki, 420 ədədinin neçə müxtəlif sadə vuruğu var? Bunun üçün 420-ni sadə vuruqlara ayıraq. 2-yə bölürük 210, 2-yə bölürük 105,
105-i 3-ə bölürük 35, 5-ə bölürük 7, 7-ni də 7-yə bölürük 1. Müxtəlif sadə vuruğunu soruşur. Demək, təkrarlananlardan bir dənə götürürük. Bir dənə 2, bir dənə 3, bir dənə 5, bir dənə də 7 götürürük. Sadə vuruqlarım, yəni müxtəlif sadə vuruqların sayını soruşur. Olacaq 4 dənə. C variantı. Verilmiş ədədin natural bölənlərinin sayını tapın. Əvvəlcə biz həmin ədədi sadə vuruqların qüvvət üstü şəklində yazaq. Deməli, sadə vuruqlar 2, 3, 5, sayı da 2-dən 1 dənədir. Olacaq 2 üstü 1. Vurulsun 3-dən 2 dənədir. Olacaq 3 üstü 2. 5-dən 1 dənədir. Olacaq 5 üstü 1. Natural bölənlərin sayını tapanda dedik, hər qüvvətin üzərinə 1 gəlib hasilini tapırıq. Olacaq 1 üstə gəl 1. Vurulsun 2 üstə gəl 1. Vurulsun 1 üstə gəl 1. Bunu hesablayaq. 2 vur, 3 vur, 2. Olacaq 12. Deməli, verilən ədədin 12 dənə natural böləni var. Baxaq 8-ci suala. 42 ədədinin natural bölənlərinin sayını tapın. 42-ni sadə vuruqlara ayırırıq. 2-yə bölürük 21, 3-ə bölürük 7, 7-ni də 7-yə bölürük 1. 42-ni bu sadə vuruqların qüvvəti üstündə yazırıq. Olur 2 üstü 1, vurulsun 3 üstü 1, vurulsun 7 üstü 1. Natural bölənlərin sayı dediyinə görə hər qüvvətin üzərinə 1 gəlib hasilini tapırıq. Olacaq 2 vur, 2 vur, 2, 8. Və 8 dənə natural böləni var. Baxaq növbəti suala. 111 üstü 2 ədədinin natural bölənlərinin sayını tapın. 111-in kvadratı. Bu ədədin natural bölənlərinin sayını tapmalıyıq. Vəcə 111-in kvadratını yazıram belə. 111 vurulsun 111 kimi. İndi burada sadə vuruqların hasılı olmalıdır. 111-i sadə vuruqlara ayırsam olacaq 3 vur 37 kimi. Yazıram 3 vur 37 vurulsun buradakı 111-də yazıram 3 vur 37 kimi. 3-dən 2 dənədir. Olacaq 3 üstü 2. 37-dən 2 dənədir. Olacaq 37 üstü 2. Baxın, bu verilən ədədi sadə vuruqların hasili şəklində göstərdim. Yəni 3-ün kvadratı vurulsun 37-nin kvadratı. Natural bölənlərin sayı dediyinə görə hər qüvvətin üzərinə 1 gəlib hasilini tapıram. Olacaq 3 vurulsun 3, 9. Deməli, 111-in kvadratı ədədinin 9 dənə natural böləni var. 24 ədədinin bölənlərindən neçəsi sadə ədəd deyil? 24-ün bölənlərini yazsaq, deməli, 24-ün bölənləri olacaq 1, 2, 3, 4, 6, 8, 12, bir də olacaq 24. Bunlardan deyil, neçəsi sadə ədəd deyil. Deməli, baxın, 1 nə sadədir, nə məşq. Yəni, sadə ədəd deyil də 1-i götürürük. Daha sonra 4-ü götürürük, sadə deyil. 6-nı götürürük, 8-i, 12-ni, 24-ü. 1, 2, 3, 4, 5, 6 dənəsi sadə ədəd deyil. D variantı.